29 yanvar 2026-cı ildir və həftənin cümə axşam günü dəyərli izləyicilər, bir son dəqiqə xəbərini, pensiyaçıları maraqlandıran bir xəbəri sizinlə bölüşmək istəyirəm. Pensiyalar bu qədər artacaq, rəqəmlər açıqlandı. Bəli, ötən ilin ortalarından etibarən pensiyaçılara şad xəbər başlıqları ilə yayılan məlumatlara baxmayaraq qanunvericiliyə əsasən əmək pensiyaları ildə yalnız bir dəfə növbəti ilin əvvəlində indeksləşdirilir. Bu proses əmək pensiyaları haqqında qanunun tələblərinə uyğun olaraq həyata keçirilir və vətəndaşların da qanuni haqqıdır. Bunu deputat Əli Məsimli öz sosial media hesabında yazıb və yazıb ki, 2026-cı il üzrə pensiya artımları ilə bağlı prezident sərəncamının fevral ayının birinci 10 günlüyündə imzalanması gözlənilir. Yəni yaxın günlərdə, yaxın 10 gün ərzində bu sərəncam imzalanacaq və pensiyaların artımı Dövlət Statistika Komitəsinin elan etdiyi 2025-ci il üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun aparılacaq. Deputatın sözlərinə görə Dövlət Statistika Komitəsinin ilkin məlumatlarına əsasən 2025-ci ilin yanvar və noyabr aylarında orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,3% artıb. Rəsmi açıqlamalarda isə artım tempinin 9,2% civarında olacağı ehtimal edilir. Dəqiq göstərici fevral ayının əvvəlində açıqlanacaq.